Deməli, xanımlar, üzümə vurdum, amma yaddaşımdan çıxdı çəkmək əvvəlini. Üzrlü sayın. Çünki keyləşdiricisiz evə tələsirdim, heç keyləşdiricisiz vurdum. Baxın, vurduğumuz yerlərdə 2-3 gün ərzində belə düyün şəklində ola bilər. Bunu özüm bura çox qoymuşam ki, dolğu vurmayacağım bir müddət üzümə. Bu 5 nöqtə ilə idarə edim. Deməli, baxın, əvvəlki üzümdən bilirəm ki, hətta lifting nədir, filtrdə qoysam artıq effekt hiss olunur. 2-3 gün ərzində yayılmağa başlayacaq və daha da çox 2 həftə ərzində daha da oturacaq. Bax, bu bizim 140 manata olan 5 nöqtə preparatlarımız. 5 nöqtə nə deməkdir? 5 yorğunluq nöqtəmizdən üzümüzə daha həcmlənmə, işıqlanma verməkdir və üzümüzü daha tərabətli göstərir. Qızlar, kimlər üçün yaxşıdır bu? Elə mənim yaşımda olan, mənim üzüm kimi olan xanımlara yaxşıdır. Yorğunluqdur, amma çox sallaqlığı yoxdur. Belə çox sallaq deyil. Onlar